Salam, hər vaxtınız xeyir olsun. Kanalımda xoş gördük sizləri. Bugün biz Səmranla bərabər 8-ci sinif Namazov çalışmalardan deməli, tam üstü qüvvət ədədin standart şəkli mövzusunu izah edəcəyik. Buyur Səmra, birinci tapşırıq oxu. Ədədləri onun qüvvəti ilə ifadə edin. Sağ ol. Onun qüvvəti ilə necə ifadə edəcəyini birincini. Yəni 10 vurulsun, onun yəni 10 üstü mənfi 3 kimi. Ay, qabaqda olduğu üçün böləndə axı qabağa gedir. Ona Əvvəl. görə 10 vurulsun -3 olacaq üstü. Doğrudur. Sonra Sonra müəllim ikincisində 10-da 10 üstü 4 yazmışam. 10 üstü 4 yoxsa 10 üstü 5? 5 dənə sıfır qoyuruq yəni. 10 üstü 5 o deməkdir Bəli. ki 10 vur 10 vur 10'u 5 dəfə öz-özünə vurur. Yəni 5 dənə sıfır qoyuruq yəni. Sonra 3 3-də 10 üstü mənfi 7. də bəli 10 üstü sayırıq. 1, 2, 3, 4, 5, 6, 7 bəli mənfi 7'dir. Sonra 1, Dördüncüsündə 2, 10 üstü 3, 7. 4, 5, 6, 7, 8. 10 üstü 8. 8-dən. Hı -hı. 5-incisində 10 üstü mənfi 6. Bəli sayırıq. 1, 2, 3, 4, 5, 6. 10 üstü mənfi 6. Sonra 6-cısında 10 üstü 7. 1, 2, 3, 4, 5, 6, 7 doğrudur. 10 üstü 7'dir. 3, 6, 10 üstü 6'dır. 1, 2, 3, Digərdə 4, 10 üstü 5, mənfi 6, 9. 7, 8, 9. Bəli. 10 üstü mənfi 9'dur. İkinci. Ədədləri standart şəkildə yazın. Yenə də standart şəkildə yazılması üçün biz demişdik ki 1 və onun arasında ola bilər də. Yəni düzdürmü? O aralığa daxil olur. 4,7. Bəli. 4,7 kimi yazırıq. 4,7 vurulsun nə? 10 üstü 8. 1, 2, 3, 4, 5, 6, 7, 8 doğrudur. Sonra növbəti. Növbətisində müəllim 3 tam %53 vurulsun 10 üstü 9. Doğrudur. 3'ten %53 vurulsun. 3, 6, 9. Sonra Üçüncüsündə 3,82 vurulsun 10 üstü mənfi 6. 4, 5, 6, 7. Burada 6 tane sıfırımız var yoksa 7 tane. Aha 3 tane yazacağız. Üçüncüsündə müəllim 10 üstü mənfi 5. Aysa 3 tane yüzleştirdik. Yani bura geldi sürüştüğüne göre saysak 1, 2, 3, 4, 5. 10 üstü mənfi 5 olacak. Sonra nöbəti. Dördüncüsündə 10 üstü 10. 3 tane üstü 12 vurulsun. Sayrak 1, 2, 3, 4, 3, 5, 6, 4, 5, 7, 8, 6, 9, 7, 10. 8, 9, 10. 10. 10 oldu da düzdü mü? Bəli. Aha 10 da yazırıq. 10 üstü 10. Sonra növbəti. Beşincisində 6 tam. İndi 485 yazırıq. 485 vurulsun 10 üstü mənfi 2. Ay sağ ol. 2 dənə sürüşdüyümüz üçün 10 üstü mənfi 2 yoxsa 10 üstü müsbət 2? Müsbət, müsbət. Müsbət 2. Doğru. Sonra 10 üstü 7 tam 7,3 onda vurulsun. 3. Aha. Vurulsun 10 üstü mənfi 7. Al sağ ol. Sonra burada 7 cəgət bura tam düşür. 10 mində Çaşdırmaq 5. üçün veriblər. Görsən necə? 7, 0, 0, 563 vurulsun. Vurulsun 10 üstü 11. Sayırsan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Ay sağ ol. Sonra növbəti. İndi 8-cincisində 4,1 vurulsun 10 üstü mənfi 9. İşte bura gəlib düşdüyünə görə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Doğru.
9, Aynı 10. oldu. Bəli, Geldik üçüncüye. bəli. Hı hı. Ədədi sistemdə şəkildə yazın, onun qiyməti hissəsini və tərtibini tapın. Ay sağ ol. Standart şeklinde yazırıq, qiymətli və tərtib hissəsini deyirik. Məsələn, birincinin standart şeklinde yazılma necə olacaq? 8,3. Aha, yazırıq 8,3. Bəli. Vurulsun neçə? 1, 10 2, üstü 3, 7. 4, 5, 6, 7. 10 üstü 7. Onda bunun qiymətli hissəsi nədir? 8,3'dür. Bəli, Tərtibi neçədir? 7'dir. Yuxarıdakı bəli. tərtibdir, bu isə qiymətli hissədir. İkinci. İkincisində müəllim 1,36 vurulsun 10 üstü 9. 1, Qiyməti 2, hissəsi 3, 4, 5, 6, 7, 8, 9. Doğrudur. Sonra hadi. qiyməti hissəsi 9, tərtibi 1,36. Tərsinə dedik. Tərtib 9'dur, üst hissəsidir. Qiymətli hissə 1,36'dır. Bəli. Sonra növbəti. 3,0,4 vurulsun 10 üstü 4. Hı -hı. Beşincisində 1 tam Bunun yox qiymətli hissəsi 3,4'dür. 4, Tərtibi tərtibi isə isə 4. 4'dür. Sonra digəri. Dördüncüsündə 2,48 vurulsun 10 üstü 4. Tərtibi 2 tam düz deyirəm yoxsa? 10 üstü neçə? 10 üstü 4. Axı buradan Mənfi vergül. 4. Vergülü buradan atdıq axı. 2 ilə 4'ün arasında. Həmən 3 dənə. 10 Ay üstü sağ ol. mənfi 3. Ay sağ ol. Bəli müəllim. Onda neçə olacaq bəs bu? Qiymətli Qiyməti hissəsi 2,48, tərtibi isə mənfi 3. doğrudur. Sonra Beşincinə 1,7 vurulsun 10 üstü mənfi 7. aferin. Tərtibi 1,7, qiyməti Yenə hissəsi isə yenə mənfi. qarışdırırıq. Tərtib mənfi Tərtib 7, 1,7, mənfi mənfi 7, bəli. qiymət 1,7. Ay sağ ol. 6. Altıncısında müəllim 0,7 vurulsun 10 üstü mənfi 6. Ay 5. sağ ol. Mənfi 5. Yoxsa mənfi 5, 6. 5, 5, 5, 5 düzdür. 5, mənfi 5. Bura gətirib sürüşdürəndə 5 edir. Aha. Bəli. Dördüncü Bunu da tapşırıq. gəldik. Burada deməli tərtibimiz mənfi 5'dir. Qiymətli hissəmiz isə 3,7'dir. Bəli. 4'ə keçdik. Buyur. Dörtte nədir? X ədədin tərtibini tapın. Hı -hı. Bunun tərtibini necə tapaq indi? Necə? Yəni X burada hansı ədədləri alır? Birincidə. Məsələn, 1000 ilə 10.000-in arasında yerləşən ədəddir. Bəli. 1001, 1002 belə. Ay elə yerləşir də, doğrudur. Onun sadəcə 9999. bəli. Yəni 1000-in 10.000-in özünü götürmürsən də. Sonra birincidə məsəl üçün biz hansı ədədi götürə bilirik? Məsəl üçün 999, 9999. Ən Aha, kiçiyi də 1001. 1000 götürürük. Deməli 1000 ilə 9999 hər ikisi 4 rəqəmli oldu da onda. Bəli. Ona görə bunun tərtibi neçə olacaq? 3. 4. Birincidə 4 olacaq.
İkincidə, 3. ikincini necə yazdım? Ən kiçiyimiz neçə İkincide idi? 1000 idi. bəli, ən kiçiyimiz 1000. Ən böyüyümüz isə 99999. O da 5 rəqəmli oldu da. Deməli, bir 4 rəqəmli olur, bir də 5 rəqəmli olur. Yəni Bəli. 4 və ya 5 ola bilər də tərtibimiz. Üçüncüdə, Üçüncüsündə 10 üstü -3 də ola bilər, 2 də ola bilər. isə 10 üstü -3, bir də 10 üstü -2. Bu aralıqda bütün ədədlərin tərtibi -3 olur. Ona görə də dərəcəmiz də -3 olacaq. Bəli. Tərtibimiz yəni -3 olacaq. Sonra burada məsəl üçün 10 üstü neçə yaza bilirik? 10 üstü -2 də yaza bilərik, 3 də yaza bilərik. 1, 2, 3, 4, 5. Dördüncüsündə müəllim, Dördüncüsü 10 üstü 10 -4 üstü yaza bilirik. 4 də yaza bilərik, 3 də yaza bilərik. 10 üstü -4 yazırıq, yoxsa 10 üstü -5? Yox, üzr istəyirəm. Burada 10 üstü -5 yazırıq. Bəli. Düzdürmü? Bəli. O birisində neçə yazırıq? Bəli müəllim. Aşağı olur. Ona görə tərtibimiz -5 olacaq. Bəli. Bu qədər. Keçdik 5-ə. Aşağıda verilənləri qramla ifadə edin. Aha. Bir tonumuz neçə kiloqramdır? Bir tonumuz 1000. 1000 kiloqramdır. Bəli. 1 kiloqramımız da 1000 qramdır. Yəni 10 üstü Bəli. 6 deməkdir. Belə çıxır. Bir tonumuz 10 üstü 6 qramdır. Onda biz 13,6 vurulsun 10 üstü 2'ni də vurmalıyıq 10 üstü 6'ya. Yəni Bəli. 3,6 vurulsun 10 üstü 8 8. qram. Bəli, qram. Eləyir 300 Yazmasaq milyon da olar. Belə də 600 min. saxlayaq, qalsın. İkinci, İkincisində 6,7 vurulsun 10 üstü 6 yazmışam. ay sağ ol. Hə, qısa olaraq yazaq. 10 üstü 6 qram. Üçüncüsündə mənim elə 0,36 kiloqram yazmışam. Yəni biz bunu minə vururuq da. 1 kiloqramımız axı 1000 Bəli. qramdır. Minə vuranda da 36 36-ya qram. yazır. Bəli, başqa cür göstərmək istəsək 3,6 vurulsun 10 üstü nə yaza bilərik? Məsələn 1 və s. Mənfi Bəli, standart şəklində göstərmək istəsək belə də yaza bilərik. 1. Sonra Yo, elə 4, 10 vurulsun. Dördüncüsündə 0,23 sentiner bərabərdir 230 qramı. 1 sentiner normalda 100 kiloqramdır. Yəni bu 23 Bəli. kiloqramdır. 1 kiloqramımız da 1000 qramdır. Yəni bu 23 vurulsun 10 üstü 3 deməkdir. Başqa cür desək 2,3 vurulsun 10 üstü 4 deməkdir. Bəli. Sonra 5-ci. 5'te de yeni qayda. 1,2 vurulsun 10 üstü 3. 1 sentiner dedik 100 kilogramdı. 1 kilogram da 1000 gramdı. Onda 10 üstü 5'e de vurmak lazımdı. Yani 1,2 vurulsun 10 üstü 8 olacak. Bəli müəllim. 6'da 1 tonumuz dedik ki neçə? 10 üstü 6 qədər qramdır da, düzdürmü? Bəli. 0,10 Bunu mində əvvəlcə gəl 4'ə vursaq, 10 üstü 4, 103, yanında da 2 dənə 0. Bu 10 üstü 6'ya vuranda belə olur. Bunu da 10.300. göstərsək, bəli, standart şəklində göstərsək, neçə eləyəcək? 10 üstü 4. Bax, bu formada Bəli. yazma olur. İndi burada standart şəklində olduğu üçün o formaya saldım hamısını. 6. Altıncısını aşağıda verilənləri saniyə ilə ifadə edin və alınan ədədləri standart şəkildə yazın. Aha, burada da yenə standart şəkil istəyir. 7,2 vurulsun 10 üstü 3. 1 saatımız 60 dəqiqədir da. Bəli. 60 dəqiqədə 3600 saniyədir. İndi Aysa, bu əslində 120 deyək ki, dəqiqə 1 dəqiqə. eləyir. 120 1 dəqiqə saat eləyir. tamam. 1 saat 3600 saniyədir. Düz deyirsən. Bəli. 120-ni də 60-a vuraq. Məsələn 7200 elədi. Bu 7200 7200 saniyədir. Bunu da saniyə. standart şəkildə O da göstərəndə bəli, vururuq 10 üstü neçəyə? 3-ə. mənfi 3'ə 3. Mənfi Tək 3-ə. İkincini göstərək indi. 8.000 86400. Deməli, bir sutkamız
24 saatdir. Bəli. 3'ü 24'e vururuq saatdan. Saatdan da sonra keçirik nəyə? Saniyəyə. Yəni 3 vurulsun 24 vurulsun 3600. 24'ü 3'e vururuq 72. Onu da 3600'e vuranda Bəli. 259.200 alırıq. Bunu da Bəli. standart şəkildə göstərəndə 2 təmində 592 vurulsun 10 üstü 5. Bəli müəllim. Sonra 3 il. Bir ilimiz demişdik ki neçə gündən ibarətdir? 65 və yaxud da 366. Məskə 365 nə hesablayaq? 365'i bırak 3'e. Bir günümüzde 24 saat, bir Bəli. saatimizde 3600. Şimdi hesaplayalım. 365 3'e vuranda 1095, onu 24'e vururuz, onu da vururuz 3600'e. Bəli. O da eləyəcək 94 milyon 608 min. Standart Bəli. şekilde göstersək, vurulsun 10 üstü neçə? 4, 5, 6, 7. Bu formada. 25 sutka. Dedik bir sutkamız 24 saatte, bir saatimiz de 3600 saniyede. 25'i vururuq 24'e ilk önce. Eləyir 600, 600'ü da vururuq 3600'e. O da eləyəcək 2 milyon 160 min. Yani 2 tam %16 vurulsun 10 üstüne eləyəcək 3, 6. Bəli. Uzun misallarda mesela ki yazdık. Yolunu bildik. Sonra 7. Yeddidə nə istəyir bizdən? Tonu qramla ifadə etdir. Bir tonumuz 1000 qramdır, düzdürmü? Biz bunu sadəcə 10 üstü 3'e vurmalıyıq. Yəni normalda yazırıq 5,7 vurulsun 10 üstü 8. Birincidə olacaq 5,7 vurulsun 10 üstü 8. Deməli 7-də tonu qramla ifadə etməliyik. Bir tonumuz bilirik ki 1000 kiloqramdır, düzdürmü? 1 kiloqramımız da neçə qram idi? 1000 qram idi. Düz deyil. Qayda olaraq bayaq Düz. qeyd elədikdə 1 ton 1000 kiloqramdır, 1 kiloqram da 1000 qramdır. Yəni 10 üstü 6 deməkdir. 10 üstü 5'i de 10 üstü 6'ya vuranda 10 üstü neçə eləyir? 11 eləyir. Bəli. İkincidə isə 9 tam deməli 1000-də 95'i vurmuşuq. 10 üstü mənfi 2'yə kiloqram hep tonla ifadə etmişik də. 1 kiloqramımız 10 üstü mənfi 3 tondur. Onun həmin 10 üstü mənfi 2'ni də 10 üstü mənfi 3'ə vurmuşuq. Olub 10 üstü mənfi 5. Üçüncüdə isə kilometri metrlə ifadə etmişik. 1 kilometrimiz 1000 metrdir. Yəni 10 üstü 3'ə vurmuşam. Elə ki 10 üstü mənfi 6'nı 10 üstü 3'ə vurmuşam. O da 10 üstü mənfi 3 eləyibdir. 4'te isə desimetri kilometrlə ifadə etmişəm. Bir desimetrimiz 0,10 mində 1 kilometrdir. Yəni 10 üstü mənfi 4 yazmışam. 10 üstü 7'ndə 10 üstü mənfi 4'ə vuranda 10 üstü 3 eləyib. Yəni 6 tam %21 vurulsun 10 üstü 3 kilometr olacaq. Bəli. Aha, indi vurmayı yerinə yetirməliyik. Birinci neyi yiyəcəksən? 7 tam %15'i nəyə vuracaq? Allah. 2,5'e. Aynen ədədlər düzgün alırıq. 7,5'i vurulur 2,5'e eləyir 17 tam 17 tam 1875. Burada birincini yazıram. 17 tam 1875. Vurulsun 10 üstü neçə? 10 7. üstü 7. İndi ikincini deyək. 0 tam %25'i nəyə vurur? 1 tam onda 6'ya. Olur Bəli. 0 tam onda 4. 10 üstü mənfi 3'dən 10 üstü 2'ye vuranda üstlər çıxılır. Toplanır düzdür ama mənfi 3'dən 2 çıxılır da. Elə ki olur 10 üstü mənfi 1. Üçüncü. 5 tam onda 5'i vururuq ilk önce 3 tam onda 6'ya. Eləyir 19 tam onda 8.
10 üstü mənfi 6-nı da 10 üstü 9-a vuranda 10 üstü 3 deyir. Dördüncüdə isə 7,2-ni vururuq 9,5-ə. O deyir 68,4. O da 10 üstü mənfi 1. 9. Bəli. İndi bölmələri yenə getirməliyik. 6,3-ü 6,3 bölü 12. 12-yə aidsə olur 0-dan 1000-də 525. 10 üstü 4-ü də 10 üstü 5-ə böləndə üstlər çıxılır. 10 üstü mənfi 1 olur. İkinci. 9,6-nı bölürük 24-dən. Olur 24-də. 0,4. 10 üstü 5-i də 10 üstü 10-a böləndə yenə də üstlər çıxılır. 10 üstü Bəli. mənfi 5. Üçüncüdə 7,8-i bölürük 25-ə. 0-dan 1000-də 312. 10 üstü mənfi 2-ni də 10 üstü mənfi 3-ə böləndə üstlər çıxıldığı üçün yəni belə olur. 10 üstü mənfi 2 çıxılsın mənfi 3 olduğundan bir toplama verir. Yəni mənfi 2 üstə gəlsin 3 verir. Mənfi 2 üstə gəlsin 3 də 1 verir. Yəni sadəcə 10 verir. 10 üstü 1. Düz deyil. Burada da oldu 10 Tamam. üstü 1. Bir də yazılmır. Dördüncüdə 3,6-nı bölürük 16-ya. Eləyir 0-dan 1000-də 225. 10 üstü mənfi 5-i də 10 üstü mənfi 2-yə böləndə yenə də çıxılır. Yəni üstə gəl müsbət 2 olur da. Mənfi 5-dən də 2 çıxanda mənfi 3 eləyir. Gəlirik Bəli. 10-cuya. Yenə də əməlləri yenə getirməliyik. 3,8-i vururuq 4,5-ə. Eləyir 17,1. 17,1 vurulsun. 10 üstü mənfi 8-i də 10 üstü 11-ə vururuq. 11-ini 8 çıxılır. 8. Ve 10 Bəli. üstü Müsbət 3. İkincidə də yeni qayda ilə prosto burada bölürük. 2,25-i bölürük 18-ə. 0,1000-də 125 vurulsun. 10 üstü mənfi 7-ni də 10 üstü mənfi 10-a böləndə yenə də müsbət olduğu üçün 10 üstü 3 olacaq. Üçüncüdə arada nəsə çıxma işarəsi var. Onda heç nə 3,6-nı vuraq 10 üstü mənfi 2-yə. Yəni 10 üstü mənfi 2 nə deməkdir? 0-dan 100-də 1-ə. 3,6-nı 0-dan 100-də 1-ə vuranda neçə alırıq? 0-dan 1000-də 36 alırıq. Çıxılsın. 2,7-ni də vururuq 0-dan 1000-də 3-ə. Yəni 100-də 1-ə yox, bu səfər 1000-də 1-ə daha doğrusu. 1000-də 1-ə. O da eləyəcək 0-dan 10.000-də 27. İndi biz bundan çıxmalıyıq bir-birlərini. O da eləyəcək 0-dan 0, 3, 3, 3. Bax, belə olacaq. 10.000-də 333. Dördüncü. Yenə eyni qayda ilə. 10 üstü mənfi 4, yəni 9,5-i vururuq. 10 üstü mənfi 4 nə deməkdir? 0-dan 0, yəni 10.000-də 1 deməkdir də. O da eləyəcək 0-dan 0, 0, 95. Vergül sürüşdürülür. Üstə gəlsin. Yenə də 5,7-ni vururuq. Eyni qayda ilə 10.000-də 1-ə. O da eləyəcək 0-dan 0, 0, 57. Sonra da biz bunları toplayacağıq. Üzərinə gəlirik bir-birinin. O da eləyəcək, deməli toplayanda 0-dan 0, 0, 152. Beşinci. Beşincidə normal qayda bölürəm. 7,2-ni bölürəm 48-ə. O eləyir 0-dan 115. 10 üstü 6-nı da 10 üstü 5-ə böləndə bir dənə qalır 10. Altıncıda 9,6-nı bölürəm 1,5-ə. Eləyir 6,4. 10 üstü 3-ü də 10 üstü mənfi 8-ə böləndə 8-dən elə ki 3-ü mənfi olduğu üçün toplama olur. Toplama da olduğundan 8 ilə də 3-ü toplayırıq. Eləyir 10 üstü 11. Aynı oldu. İndi 11-də nə deyir? Deyir ki, ayın kütləsi verilib, elektron sıxına kütləsi verilibdir. Ayın kütləsini və elektron sıxına kütləsi standart şəkildə yazmalıyıq.
Bunu standart şəkildə necə yaza bilərik səncə? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19. 19'dursa deməli 7 tam %35 vurulsun. Düz deyil. Bəli. 10 üstü neçə? 19 yoksa 19. 20? 19 oldu. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 15, 13, 15, 14, 16, 15, 17, 16, 18, 17, 19. 18, Bəli. 18. Düzdür. Bu ayın kütləsidir. Düz tapdıq. İndi gəl elektron kütləsi də yazaq. Bunu artıq 9,1 yazırıq. Və sayırıq buradan. 1, 2, 3, 4, 5, 4, 6, 5, 7, 6, 8, 7, 9, 10, 8, 11, 12, 10, 11, 12, 13, 14, 13, 15, 16, 17, 18, 21, 22, 23, 24, 25, 26, 27, 28. Düz saydım mən alırım. 1, 2, 3, Neçə mənim? 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 saydım. Ama mənfi. Ha, 30. Mənfi 30. 12. İşığın sürəti var. Yerdən günəşə qədər məsafə var. İşıq deyir ki, yerdən günəşə nə qədər vaxtda çatar. Biz bilirik ki, ümumiyyətlə sürət, gedilən yol sürət olsun zamandır. Biz burada vaxtı tapmaq istəyiriksə, yolu bölməliyik sürətə. Məsafəmiz verilibdir. 1,9 vurulsun 10 üstü 8'dir. Biz bunu bölməliyik nəyə? İşığın sürətinə. Yəni 3 vurulsun 10 üstü 5'ə. Eyni qayda ilə bölürük. Bayaq böldüyümüz kimi. 1,49'u bölürük normal qayda 3'ə. 10 derək ki 10 üstü 8'də bölürük 10 üstü 5'ə. Bu onsuz da təqribən olacaq. Yəni dəqiq olmayacaq. 1,49 bölünsün 3 vurulsun 10 üstü neçə olacaq? 3 olacaq. 8'den 5'e çıxacaq. Aynı oldu. O da təqribən olur. 0,49 təqribən vurulsun 10 üstü 3 olacaq. Dəqiq olmayacaq. Sonra keçdik digərinə 13'ə. Alüminyum sıxlığı verilib, uzunluğu verilib, eni verilib, qalınlığı verilib, kütləsini istəyir. Dedik ki, sıxlıq düsturumuz rho bərabərdir. Nəyə? M bölünsün Necə V-yə. oynayım? Bu sıxlıq düsturumuzdur. İndi bizdə həcmi tapmaq üçün enin uzunluğunu 10 hündürlüyə vurmalıyıq. 4 vurulsun, 6 vurulsun, 10 üstü mənfi 1. O da vurulsun, 15 vurulsun, 10 üstü mənfi 1'ə. Hesablayırıq. 4'ü vururuq 6'ya, 24. 24'ü də 15'ə vururuq, eləyir 360. 360 vurulsun, 10 üstü mənfi 2. Mənfilər də bilirsən də toplanılır üstlər. Biz indi alüminyumun nəyini tapmalıyıq? Sıxlığını. Cədvəldən götürməliyik, alüminyum sıxlığını götürməliyik. Sonra biz oradan kütləni tapmaq üçün sıxlığı da həcmə vurmalıyıq. Alüminyum da sıxlığı 2,7 kilogram bölünsün metrin. 2700 kilogram bölünsün metrin kubudur. 2,7 qramdır, qrama çevirəndə. Ona görə götürürük biz alüminyum sıxlığını. Yəni 2,7'ni və yaxud da 2700'ü vururuq 36 vurulsun 10 üstü mənfi 2'yə. Yəni 2700 vurulsun 36 vurulsun 10 üstü mənfi 2. İndi 2700 o deyir 97.200. %97.200 vurulsun 10 üstü neçə elədim? Mənfi Mənfi 4. aşağı ilə hesabladım. Buradakı ilə hesabladım. Mənfi 2. Bir daha 14'də yazaq.
Yerin kütləsi 5,96 vurulsun 10 üstü 24 kiloqram. Günəşin kütləsi 2 vurulsun 10 üstü 30 kiloqramdır. Günəşin kütləsinin yerin kütləsindən təxminən neçə dəfə böyükdür? Necə eləyərik Səmra? Bir-birinə bölərik də. Axı günəşin kütləsidir, yerin kütləsindən təxminən neçə dəfə. Böyük oldu. Yəni 2 vurulsun 10 üstü 30'u bölürük 5 tam %96 vurulsun 10 üstü 20. Bəli. O da təqribən eləyir onsuz da. 10 üstü bu qədər. Növbəti videolarda